Ümumiyyətcə belə deyim ki, hər bir qadının uşaqlıq boynu onun gündəliyidir. Əgər bir qadının uşaqlıq boynuna baxdıqda onun keçirdiyi əməliyyatlar, onun yaşadığı travmalar, onun neçə cinsi partnyoru var, hətta bu haqda məlumat vermək olur. Uşaqlıq boynu çox önəmli bir orqandır hər bir qadın üçün. Ona görə mən hər bir qadına arzu edirəm ki, uşaqlıq boynunun sağlamlığının keşiyində dursun. Bunun sağlamlığının keşiyində necə dura bilərik? Ginekoloji müayinədən keçərək pap smear testi vermək, HPV müayinəsindən keçmək və bir də mütləq şəkildə kolposkopiya müayinəsini etdirmək. Pap smear testi hər bir 21 yaşından tam 60 yaşına qədər olan qadınlarda verilməlidir. Yəni, əgər bir qadın artıq reproduktiv yaşdadırsa və artıq cinsəl bir həyatı varsa, pap smear testi verilməlidir. Əslində, bu pap smear testi çox yüngül, ağrısız, az bir vaxt aparan bir testdir və bu bizə nə verir? Bu bir histoloji müayinədir və bu bizə uşaqlıq boynunda gedən hər hansı bir hüceyrə səviyyəsində olan dəyişiklikləri göstərir. Bu bizə neoplastik dəyişikliklər, displastik dəyişikliklər və yaxud da ki, uşaqlıq boyunda normal bir hüceyrə səviyyəsini göstərir. Bu test verməsi üçün hər bir qadın bunu bilməlidir ki, ən azı 2-3 gün öncə hər hansı bir şamlardan, spreylərdən, vajinal tabletlərdən istifadə etməməlidir. Mütləq şəkildə cinsi əlaqədən ən azı 1-2 gün, 3 gün qorunmalıdır və bir də menstrual sikldan 3 gün, 4 gün sonra verilə bilər. Əgər ki, sizin pap testiniz normal çıxıbdır, nəticəniz hüceyrə səviyyəsi olaraq normal hüceyrə səviyyəsindədir və yaxud da ki, yüngül atipik dəyişiklik varsa, o zaman 3 ildə bir dəfə pap testinizi təkrar etməyiniz vacibdir. Lakin unutmayın ki, pap smear testlə yanaşı mütləq şəkildə HPV müayinəsindən də keçməlisiniz. Bu isə orqanizmdə papilloma virusun olub-olmamağını aşkar edən bir laborator müayinədir və bununla yanaşı uşaqlıq boynunun kolposkopik müayinəsi. Kolposkopik müayinədə çox asan, çox az bir vaxt aparan və bizim üçün uşaqlıq boynunda hər hansı bir açı da ağ sahənin olmasını və hardan biopsiyanı götürməyimizi işarə edir.